Son videomuzda soruşduğumuz məntiq sualının izahını sizə təqdim edirəm. Sualımız nə idi? Şəkildə informatika sözünün neçə müxtəlif variantda oxumaq mümkündür? Birincisi, belə sualları tək-tək saymaqla eləmək mümkün deyil. Çünki cavab həddindən artıq böyük olur. Məntiq tutmaq lazımdır və bu məntiq nədir? Baxın, birincisi, i hərfindən başlamalıyıq, düzdür? i hərfindən başlamaq üçün bizim neçə müxtəlif variantımız var? Sadəcə bir, bundan başlamalıyıq. Təbii ki, bu i'lərdən başlaya bilmərik də, buradan düzəlməyəcəyik. Ən sol yuxarı küncdən başlamalıyıq. Deməli, başlanğıc üçün bizim bir variantımız var. İndi növbəti gələcək n hərfi. N hərfini düzəltmək üçün neçə yolumuz var? 2. Ya belə oxuya bilərik, in, ya da belə oxuya bilərik. Deməli, bu oldu 2 yol. Daha sonra f hərfini oxumalıyıq. F hərfini oxumaq üçün baxın, ilk başda 3 yol var kimi görsənə bilər, amma bunu yenə 2-yə vurmalıyıq. Çünki bax, bu n-dən də f-ə gəlmək üçün 2 yolumuz var. Görürsünüz, 1-2. Bu n-dən də f-ə gəlmək üçün 2 yolumuz var. Yəni, növbəti 3-cü hərfə gəlmək üçün bizim daha 2 yolumuz olur. Yəni, bax, təkcə inf sözünü oxumaq üçün 4 yolumuz var. İnf belə oxuya bilərik, belə oxuya bilərik, belə və ya belə. 4 müxtəlif variantda oxuya bilərik. Bir sözlə, baxın, hər hərfdən, məsələn, o-ya gəlmək üçün, növbətiyə gəlmək üçün əlavə 2 yolumuz olur. Ya sağa, ya aşağı. Məsələn, deyək ki, A-ya kimi gəlmişəm. Məsələn, T-yə gəlmək üçün neçə yolum var? Ya sağa, ya aşağı gəlməliyəm də, düzdür? 2 yolum var. Deməli, birinci hərf üçün 1, qalan 10 hərfin hamısı üçün 2 yolum var. Deməli, 1-i 10 dəfə dalbadal 2-yə vurmalıyam. Bu da 1-i 2 üstü 10-a vurmaq deməkdir. 2 üstü 10-da 1024 olduğu üçün, deməli, bu şəkildə informatika sözünü 1024 müxtəlif variantda oxumaq mümkün.